Sosial problemlər içində itib batanlar, dələduzluq cinayət hadisələri ilə üz-üzə qalanlar, bir sözlə probleminə çarə axtaranlar. Real TV-də sizin vaxtınızdır, problem efirdədir, hər vaxtınız xeyir. Əvvəlcə qoyunu deyim ki, bugün olduqca maraqlı və dinamik bir efir izləyəcəksiniz. Odur ki, ekrana yaxın əyləşin, amma gəlin əvvəlcə vaxt itirmədən yaxın dəqiqələr ərzində danışıb göstərəcəklərimizə qısaca nəzər salaq. Ağstafada kütləvi zəhərlənmə. Restoranda 10 nəfər dönərdən zəhərləndi. Baş prokurorluq məsələ ilə bağlı açıqlama yaydı. Goranboyda 9-cu sinif şagirdi dərs vaxtı məktəbdən qaçırılıb. Ağ xalatlı qəhrəmanlar. Hər kəs onların yaratdığı möcüzədən danışır. Həkimlərimiz bu dəfə ölümün caynağından 29 yaşlı gənci xilas etdilər. Diqqətiniz bizdə olsun. Zaqatalada dəhşətli yol qəzası. 3 avtomobil toqquşdu, 1 nəfər öldü, 7 nəfər ağır yaralandı. Bayram qabağı bazarlarda vəziyyət necədir? Novruz süfrəsi hazırlamaq neçəyə başa gəlir? Bayram bazarlığına çıxmağa hazırlaşanlar, ekrana yaxın əyləşin. Bakı bazarlarından reportajımız var. Bir gündə ikinci zəhərlənmə hadisəsi. Goranboyda isə məktəblilər şirin pambıqdan zəhərləndi. Təfərrüatlar problemdə. Beləliklə biz başladıq. Bugün səhəri Ağstafa rayonunda baş verən kütləvi zəhərlənmə xəbəri ilə açdıq. Rayon mərkəzində yerləşən fast food tipli restoranların birində ikisi qadın olmaqla 10 nəfərin qidadan zəhərləndiyi bildirilir. İlkin ehtimallara görə onlar yedikləri dönərdən zəhərləniblər. Kütləvi zəhərlənmə hadisəsi ilə bağlı baş prokurorluq məlumat yayıb. Daha ətraflı sujeti izləyək. Ağstafada ailəvi restoranların birində qidadan kütləvi zəhərlənmə halı qeydə alınıb. Məlumatlara görə 10 nəfər müxtəlif saatlarda zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlardan ikisi kişi, 8-i qadındır. Zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb. Saat 17-15 radələrindən 21:40 radələrinə qədər Ağstafa rayon mərkəzi xəstəxanasının təcil və tibbi yardım şöbəsinə 10 nəfər, 2 kişi, 8-i qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə hospitalizasiya olunublar. Xəstələrə zəruri tibbi yardım göstərilib, 3 nəfər ambulator müalicə üçün evə göndərilib, 7 nəfərin müalicəsi davam etdirilir, xəstələrin vəziyyəti qənaətbəxş hesab olunur. Hadisə yerinə hüquq mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar davam etdirilir. Bir gündə 2 zəhərlənmə hadisəsi. Növbəti zəhərlənmə isə Goranboy rayonunda baş verib. Orta məktəb şagirdlərinin şirin pambıqdan zəhərləndiyi ehtimal olunur. Qeyd edək ki, hazırda hər iki hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
Goranboyda orta məktəb şagirdləri zəhərlənib. Hadisə rayonun Səfikür kəndində baş verib. Belə ki, həmin kənd sakinləri 9 yaşlı 2 məktəbli dərsdə olarkən səhhətlərində narahatlıq yaranıb. Hər iki az yaşlı valideynləri tərəfindən Goranboy rayon mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanaya çatdırılan azyaşlılara ilkin tibbi yardım göstərilib. Azyaşlılardan birinin babasının sözlərinə görə nəvəsi məktəb ətrafında satılan şirin pambıq yedikdən sonra zəhərlənib. Məktəbə uşağı yola salmışıq. Uşaq yiyəsiz nəzarət yoxdur. Gətirib o pambıq marojinləri ondan satıblar, uşaq da yeyib zəhərlənib. Aparmışıq balansiyaya sistemə. Zorla ayılıb, hələ heç bir nətər olacaq. Belə bir balaca evə gətirmişik, bir balaca ilə bir dincəlib. Qatqın üstündə zorla ayılmışıq uşağı. Hadisə ilə bağlı təbibdən bildirilib ki, şagirdlərə dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. Qeyd olunub ki, onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır. Bayrama artıq sayılı günlər qaldı. Bu gün şəhərə çıxan kimi ən çox rastlaşdığımız mənzərə bu olur. Hər kəs bayram təlaşındadır, bazarlığa üz tutanı kim, bazar gəzib ən münasib bayram azuqələrini axtaranlar kim. Bayram süfrəsi qurmaq neçəyə başa gəlir? Bax, bu dəfə problem verilişi olaraq bunu öyrənməyə çalışmışıq özlə ətraflı şəkildə. Elə bugün yolunu paytaxtdakı bazarlardan birindən salan əməkdaşımız Nigar Namiqin hazırladığı bir reportaj var. Odur ki, yaxın günlərdə bayram alış-verişinə çıxmağa hazırlaşanlar. İndi təqdim edəcəyim reportajı diqqətlə izləyin. Qarşıdan bayram gəlir. 10 manatlıq qoz almadım, 4 manatlıq qoz aldım. Münasib qiymətləri tapmaq olar. Bahar bayramı, Novruz bayramı qapıdadır. İlin sonuncu çərşənbəsi, torpaq çərşənbəsinə də artıq sayılı günlər qalıb. Adətə görə bu əziz bayramda süfrələr müxtəlif nemətlərlə bəzədilir. Bəs görəsən, bayram qabağı bazarda vəziyyət necədir? Bununla bağlı üz tutduq hamının yaxşı tanıdığı 8-ci kilometr bazarına. Burada kifayət qədər alıcı sıxlığı var. Ərzaqların qiymətlərinə gəldikdə isə demək olar ki, müxtəlif qiymətə nə istəsən tapmaq olar. Xiyar pomidor 1 manatdan 3 manata qədər, qoz fındıq 3 manatdan 20 manata qədər, kişmiş 3-6 manat, şabalıt 10-20 manat, aşqaralıq məhsullar 6-15 manata qədər, düyü 3-5 manata, kartof soğan 1 manat 50 qəpik 2 manata qədər, mandalin portağal 3-5, banan 3-4, üzüm 1 manata alıcılara təklif olunur. Bir sözlə məhsulda, alıcı da boldu. Qiymətlərdənsə narazı olan da var, razı olan da. Nə aldım? Biraz qoz aldım, 4 manatı idi. 3 kilo qoz aldım, belə hələ yüngül var. Hələ almamışam, elə baxıram. Bazarı ucuz bilib gəlmişəm. Baxıram ki, bazarda elə hər yandakı qiymətlə demək olar ki, eyni gedir. Bugün məsəl üçün qoz fındıq aldım, mən baxdım ki, büdcəmə görə 10 manatlıq qoz almadım, 4 manatlıq qoz aldım. Cəmaata sərf eləyir, ona görə də basmaya üz tuturlar. Allah mən heç fərq eləmirəm, nəsə ucuzdur, bahadır. Baha heç nə, münasibdir hər şey. Satıcılarsa deyir ki, qiymətlər ötən illərlə müqayisədə dəyişməyib. Hətta bazar qiymətlərini münasib qoyurlar ki, insanlar bazarlıqdan əliboş qayıtmasın. Hər şey endirimdədir, aşağı qiymətdə də veririk, müştərilərimizi razı yola salırıq. 12-dən başlayır, 11-dən başlayır 20 manata kimi. Yəni baha heç nə satmırıq. Heç bir dəyişim yoxdur. Hamısı eyni qiymətədir. Karp balığımız var, naçman balığı kiloyu 5 manat, xanı balığı var kiloyu 6 manat. Sazanlarımız var kiloyu 7-yə, 8-ə, 6-ya. Cürbəcürdə qiymətlər dəyişir. Farellərimiz var 11-ə, 12-yə. Münasib qoyur ki, müştərilər gəlsin, hələ ki belə də. Gələnlər olur, az gəlirlər. 50 qəpiyyədir bir dənəsi. Paxlavanın kilosu 10 manatadır. Münasibdir da, başqa yerdə 17-16 olan paxlavadır, 10 manatadır, qozlandır. Bu da fındıqlandır, 1 manata satırlar başqa yerdə, biz 50 qəpiyə satırıq dənəsi. Alanda var. Hesablamalarımıza görə 4 nəfərlik ailə üçün bayram alış-verişi təxminən 200-300 manata başa gəlir. Təbii ki, bu məbləğ istəyə və imkana görə arta və ya azala bilər. Əsas odur ki, bu Novruz bayramında da süfrələrimiz açıq, əzizlərimiz də həmin süfrənin ətrafında olsun. Nigar Namiq, Ağalar Ağalarov, Real TV. Yeri gəlmişkən, onu da deyək ki, hazırda problemlə üz-üzə qalıb, probleminin qısa zamanda müsbət əlini görmək istəyənlər.
Məncə siz də artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510 0202 nömrəsini bir daha diqqətinizə çatdırmaq istəyirəm. İştişayət birdən lazımınız olar. Günün 24 saatı bizə zəng edə bilərsiniz. Sosial problemləriniz, gördüyünüz hadisələr, rastlaşdığınız qanunsuzluqlarla bağlı bizə müraciət edin. Eyni zamanda 24 saat aktiv olan qaynar xəttimizə itkin düşən şəxslərin axtarışı ilə bağlı da müraciət edə bilərsiniz. Onu bilin ki, biz problemlərinizi operativ şəkildə işıqlandırıb, onun həllinə nail olmağa çalışacağıq. Amma bir faktı da deyim ki, bizim operativliyimiz məhz siz tamaşaçılardan asılıdır. Ən əsası, biz problemi göstərməklə qalmırıq. Ya yerindəcə, ya da qısa zamanda nəticəni də siz tamaşaçılara təqdim edirik. Zaqatala rayonunda dəhşətli yol qəzası baş verib. Rayonun Yuxarı Tala kəndində 3 maşın toqquşub, nəticədə bir nəfər hadisə yerindəcə ölüb, 7 nəfər isə ağır yaralanıb. Onların vəziyyətinin hazırda orta ağır olduğu bildirilir. Zaqatala rayonunda dəhşətli yol qəzası baş verib. Ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 7 nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Hadisə günorta saatlarında Qax-Şəki-Bakı avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Niva markalı mini avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala şəhəri istiqamətində hərəkət edən Ford markalı inkasator maşını ilə toqquşub. Zərbənin gücündən inkasator maşını Nivanın üstündən aşaraq arxadan gələn rayonun Zəyəm kənd sakini Xudaverdi İsmayılovun idarə etdiyi Mercedes markalı maşının üstünə düşüb. Qəza nəticəsində bir nəfər Nivanın sürücüsü 66 yaşlı rayonun Sabunçu kənd sakini Şəmsəddin Yunusov hadisə yerində ölüb. Zaqatala rayon sakini 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev və Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov, 47 yaşlı Səbuhu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Niva qabaqda, mən də Nivanın dalınca şəhər istiqamətindən Muxaq kəndinə tərəf gəlirdi. Hadisə yerinə 2-3 dəqiqə qalmış. Hadisə törədən maşını, Ford maşını yolu çıxıb Nivanın üstünə, bizi üstünə tərəf gəldi. Nivanı vurub, üstündən də aşıb gəlib mənim maşına, axıran gəlib mənim maşının üstünə çevrilib düşdü. Qeyd edək ki, yaralanan şəxslər dərhal Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır. Problemə baxırsınız. İddialara görə məktəbli qız dərs vaxtı məktəbin ərazisindən qaçırılıb. Hadisə Goranboy rayonunda baş verib. İddialara görə Goranboy rayonunda 9-cu sinif şagirdi dərs vaxtı qaçırılıb. Belə ki, 2010-cu il təvəllüdlü olan məktəbli mart ayının 12-sində naməlum şəxslər tərəfindən məktəb ərazisindən qaçırılıb. Hadisə Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi 2 gündür ki, yoxa çıxıb. Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur. Məktəbdən məsələ ilə bağlı açıqlama verilməsə də, Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, məktəbli martın 12-sində ilk 3 dərsdə iştirak edib, 4-cü dərsdən məktəbi tərk edərək sonraki dərslərə qoşulmayıb. Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə əlaqədar bildiririk ki, məktəbin şagirdi martın 12-sində ilk 3 dərsdə iştirak edib, 4-cü dərsdən məktəbi tərk edərək sonraki dərslərdə iştirak etməyib. Aidiyyatı qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb,
Məsələ ilə bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, 2010-cu il təvəllüdlü məktəblini qaçıran şəxsin kimliyi məlum olub. Onun Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olduğu açıqlanıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirildi ki, Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qaçırılan məktəblinin yeri müəyyən edilərək o ailəsinə təhvil verilib. Faktla bağlı Goranboy rayon polis şöbəsində cinayət işi başlanılıb, 31 yaşlı Orxan Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib. Ağ xalatlı qəhrəmanlarımız. Onlar bu dəfə də əsl möcüzə yarada bildilər. Söhbət ölümün pəncəsindəki xəstəni son anda xilas edə bilən Azərbaycan həkimlərindən gedir. Deməli, günlər əvvəl gənc şair Həsən Kürün intihara cəhd etməsi ilə bağlı yayılan xəbərlər hər birimizi məyus etdi. Dərhal Sabunçu Tibb Mərkəzinə yerləşdirilən xəstəyə lazımi yardımlar edildi. Bir an belə olsun onun səhhəti nəzarətsiz buraxılmadı. Və uzun sürən yaşam mücadeləsindən sonra gənc şair artıq son 2 gündür ki, palataya yerləşdirilib və vəziyyəti olduqca qənaətbəxş sayılır. Biz də Real TV olaraq bugün gənc şairi ziyarət edib həkimlərimizin yaratdığı o əsl möcüzəni öz gözlərimizlə gördük. Daha ətraflı əməkdaşımız Zeynəb Rövşən qızının ağ xalatlı qəhrəmanlarımızla bağlı hazırladığı bir reportajı var, izləyək. Hər şey yenidən başlanmış kimi sayılır. Mən elə fikirləşirəm ki, hər şey həm sıfırdan başlayıb. Bugün Həsənə sıfırdan həyat qurmaq şansını cəmi 1% ehtimaldan yapışıb onu yaşatmaq üçün ölümə müharibə elan edən həkimlər verib. Riyazi hesablamalarda heç bir kəmiyyət kəsb etməyən sıfırı peşəkarlıq, həkim məsuliyyəti, eyni zamanda insanlıq və mərhəmət hissi dəyərləndirir. Gənc şair Həsən Kürün başına gələn bədbəxt hadisədən sonra Sabunçu Tibb Mərkəzinə yerləşdirilməyi onun həyatının şansıydı. Olduqca ağır müştərək travmalarla yaşam mübarizəsi aparan Həsəni həyata ağ xalatlı qəhrəmanlarımızın möcüzəvi toxunuşu qaytardı. 3 həftədən çox müddətdə reanimasiyada süni nəfəs aparatına bağlı qalan Həsənin nəfəsi də, səsi də artıq palatadan gəlir. Həkimləri yoxlayıblar. Onlar bildiyim qədərilə çox yüksək əziyyət çəkə bilər. Hər şey normaldır, hər şey qaydasındadır. Dəyər verdiyiniz üçün, qiymət verdiyiniz üçün həqiqətən də çox sağ olun. Həsən indi anasının və həyat yoldaşının qayğısı ilə mənəvi yaralarını sağaltmağa çalışır. Sabunçu Tibb Mərkəzinin heyəti isə hələ ki işini bitmiş hesab etmir. Həsəni qarşıda daha bir əməliyyat gözləyir. Həmin vaxtadək onun səhhəti tam nəzarətdə saxlanılır. Xəstəxananın həkimləri ölümün caynağından xilas etdikləri gənci sağlamlığına tam qovuşdurmaq üçün mübarizə aparır. Əslində mübarizə kəlməsi Həsən Kürə çox tanışdı. Çünki o 44 günlük vətən müharibəsində şücaətlə mübarizə aparan oğullarımızdan biridir. İlk gündən Həsəni yaşatmaq üçün əlindən gələni edən uzman həkim Leyla Mərcan da bu möcüzəvi qayıdışı böyük təvazökarlıqla pasiyentinin mübarizliyi ilə əlaqələndirir. İlk günlərdə Həsən vəziyyəti çox ağır idi. Qızdırması 40 dərəcəyə qədər yüksəlirdi, qanaxması çox idi, süni tənəffüs aparatında idi. Nərdəsə 1% yaşam ehtimalı var idi. Biz yenə də çalışdıq ki, bu xəstəni itirməyək. Xəstəni süni tənəffüs aparatından ayıra bildik. Huşu tam özünə gəldikdən sonra normalda reanimasiya bizdə girişlər, yaxından girişləri qadağandır. Amma Həsən üçün komadan ayılması tezləşsin deyən yoldaşını və anasını icazə vermişdik və Həsən ayıldı. Sevindirici hal ondadır ki, Sabunçu Tibb Mərkəzində belə xariqüladə oyanışların sayı həddən artıq çoxdur. Təkcə 2024-cü il ərzində cərrahi profilli reanimasiyaya 1640, terapiya profilli reanimasiya şöbəsinə isə 2285 nəfər ağır xəstə daxil olub və onların 70%-dən çoxu yenidən həyata qaytarılıb. Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın sözlərinə görə bütün xəstəxana kollektivinin qarşısında duran əsas prioritet budur. Nə olur olsun, xəstə sağlamlığına qovuşub, buradan deyə-gülə əzizlərinin yanına yollanmalıdır. Sabunçu Tibb Mərkəzi strateji əhəmiyyətə malik olan bir xəstəxanadır. Çox profilli xəstəxanadır.
Təbii ki, ağır xəstələr çox gəlir, aqanal xəstələr çox gəlir. Axırıncı bu Həsənkür qazimiz 1% demək olar ki, 2% belə ümidimiz var idi. Artıq bugün özünüzdə gördünüz ki, xəstə özü danışır, palataya köçürülüb, ikinci etaplı artıq əməliyyata hazırlaşır. Biz bu günləri çox sevinirik. Təbii ki, belə xəstələr çoxdur bizdə. Çalışırıq ki, bunları həyata qaytaraq. Təbii ki, əməyinin qarşılığını alan hər kəs kimi Sabunçu Tibb Mərkəzinin heyəti də sevinç içindədir. Elə bu sevincdən güc alıb ölümə qarşı mübarizə aparan qəhrəmanlar şəfa paylamağa və möcüzə bəxş etməyə davam edir. Zeynəb Rövşən qızı, Hüseyn Bağırov, Real TV. Belə, bu sizə bugünə, elə bu həftəyə təqdim edəcəyim sonuncu reportaj idi. Verişimizin təkrarına isə sabah saat 12:00-da baxmaq imkanınız var. Bir faktı da unutmayaq ki, problemlər hər zaman var. Onlardan çıxış yolunu isə biz göstəririk. Odur ki, diqqətiniz Real TV-də olsun. Sizinlə mən idim, İlkin Abbas. Hələlik.